Dalğa FM radyosuna xoş gəlmisiniz. Hər kəsi salamlayırıq, yeni qoşulanları, yola çıxıb radionu qoşanları, eyni zamanda onlayn bizi dinləyənləri dalğafm.az saytından və elə bəri başdan da sonradan izləyəcək Mədəniyyət Nazirliyini və Dalğa FM radiosunun YouTube kanallarından olan izləyicilərimizə də hər vaxtınız xeyir, hər gününüz xoş keçsin, hər şey könlünüzcə, ürəyinizcə olsun. Biz də bugün də əlbəttə ki, maraqlı qonaqlarımızla, söhbətlərimizlə sizin görüşünüzə gəlmişik və elə bugün də əslində əlamətdar bir neçə hadisə ilə əlamətdar bir gündür və biz hər zaman mütəmadi olaraq təqvimə nəzər salaraq tarixi günləri, əhəmiyyətli, əlamətdar günləri, doğum günləri, xatirə günlərini biz hər zaman qeyd edirik və maraqlı bir məqam odur ki, bugün həm də bizim görkəmli bəstəkarımız həm mahnı janrında, həm iri həcmli əsərlərlə, həm eyni zamanda milli musiqimizdə, həm xalq çalğı alətləri ansamblının inkişafında, tar ifaçılıq sənətinin inkişafında böyük xidmətləri olmuş və unudulmaz bəstəkarımız Səid Rüstəmovun bugün həmçinin də xatirə günüdür. Və bugün də biz onu da yad edəcəyik, onun musiqisinə də müraciət edəcəyik. Sözsüz ki, bağlantılarımız da olacaq, qonaqlarımız da var və bəstəkar Tarzən Səid Rüstəmovdan danışırıqsa, əlbəttə ki, onun Tar məktəbi kitabını qeyd etmək lazımdır ki, tarın tədrisində mühüm rol oynamışdı. Eyni zamanda 50-ci illərdə çap olunmuş Tar üçün melodik etüdlər adlı dərsliyi, xalq çalğı alətləri ansamblının uzun illər bədii rəhbəri olmuşdu, rəqs ansamblının bədii rəhbəri və minlərlə, yüzlərlə musiqi əsərləri, həm operettadan tutmuş ən böyük, əlbəttə ki, onun şöhrət gətirən və böyük töhfəsi mahnılar idi ki, istər hardasan olsun, getmə olsun, haralısan, bir çox mahnıları var ki, bugün dillər əzbəridir və xüsusən də Mikayıl Müşfiqin sözlərinə yazılan Oxutar əsərini də biz xüsusən qeyd etməliyik ki, zamanında bir tənəzzülə uğramışdı bizim milli ifaçılıq sənətimiz, elə xüsusda tar bir durğunluq yaratmışdı və o zirvəyə qaldırmaq üçün Mikayıl Müşfiq də bu tara müraciət etmişdi və Səid Rüstəmov da onunla birgə bax bu uzun illər tarı ən yüksək zirvəyə qaldırdılar və bugün də biz tardan da danışacağıq. Digər bizim musiqi, milli musiqi ifaçılıq sənətində, xalq çalğı alətləri ansamblında öz yeri olan alətimiz kamançadan da danışacağıq. Nağaradan da, çünki onların ən gözəl nümayəndələri bugün bizimlədilər, bugün bizim qonaqlarımızdır. Canlı ifalar olacaq. Tardan danışırıqsa, əlbəttə ki, bugün tar ifaçısı qonağımızdır. Səxavət Məmmədov, xoş gəlmisiniz. Çox sağ olun, minnətdaram dəvətinizə görə Sevinç xanım. Biz artıq ikinci dəfədir sizin verilişinizdəyik. İlk dəfə kiminlə gəlmişdiniz? Xanəndə Yusif Cəfər bəylə, bəli, salamlayırıq ki, vasitəsində əziz qardaşımızı. Bəli, bəli. Çox sağ olun. Elə birinci dəfə də gələndə də çox gözəl aura. İndi də gözəl aura. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Və tar ifaçılıq sənətindən də danışırıqsa, bəli, tar ifaçılıq sənətinin nümayəndəsi və eyni zamanda tar burdadırsa, silahdaşı, sirdaşı, mütləq ki, kaman burada olmalıdır. Kaman ifaçısı isə Mahir Quliyev bugün bizimlədir. Xoş gəlmisiniz. Təşəkkür edirəm Sevinç xanım, minnətdaram ilk növbədə bizi dəvət etdiyiniz üçün. Mikrofona. Aha. Çox sağ olun Sevinç xanım, minnətdaram bizi dəvət etdiyiniz üçün. Sizin yaradıcı heyətinizə təşəkkürümüzü bildiririk. Səxavət bayaq düz qeyd etdi, biz artıq ikinci dəfədir sizin efirinizdəyik. Buradan da Yusif qardaşımızı salamlayıram. Biz ilk dəfə onunla bir yerdə olmuşduq. Bəli, bayram efiri idi, yadımdadır. Bizim ölməz bəstəkarımız Səid Rüstəmovun anım günüdür bugün. İnşallah onun haqqında bugün biz də məlumatlarımızı bölüşməyə çalışacağıq. Mütləq, elə canlı ifanızla da siz rəng qatacaqsınız bugün verilişimizə və sözsüz ki, bizim musiqilərimizi müşahidə edəcək, bizim efirimizi o ritmdə saxlayacaq. Əlbəttə ki, həmçinin də nağara ifaçısı da bugün bizimlədir. Loğman Məmmədov, xoş gəlmisiniz. Hoş gördük Sevinç xanım. Mən də bizi dinləyən tamaşaçılarımızı salamlayıram. İlk növbədə bizi bura dəvət etdiyiniz üçün sizə çox təşəkkür edirəm. İnşallah yaxşı
Mütləq yaxşı ifa olacaq. Musiqiçilər, instrumentalistlər öz sözünü ifaları ilə söyləyirlər. Bəlkə elə bəri başdan bir canlı ifa ilə biz başlayaq. Səid Rüstəmov yaradıcılığından danışırıqsa, bugün bizim musiqiçilərimiz həm də Səid Rüstəmov yaradıcılığına müraciət ediblər. Bugün onun xatirə günündə biz onu yad edəcəyik. Əslində Səid Rüstəmov sənəti, yaradıcılığı, musiqisi hər zaman bizim efirlərimizin bəzəyidir. O hər zaman bizim qəlbimizdə. Ümumiyyətlə Səid Rüstəmov demək olar incəsənəti, musiqimizin, mədəniyyətimizin bütün sahələrinə müraciət edib və ona görə də istənilən bir sahədə, sferada Səid Rüstəmov izini, dəsti xəttini, qələmini biz görə bilirik. Hansı əsəri bugün ifa edəcəksiniz Səid Rüstəmovda? Bir neçə ifa edəcəyik. İndi birinci istəyirik intizar eləyək. Çox gözəl. O möhtəşəm, unudulmaz bəli bir sənət əsəri intizar və bir çox sənətkarlarımız tərəfindən Şökət Ələfbərov, Gülağa Məmmədovdan daha çox işləyərdi Səid Rüstəmov. Bəli, həmin o sənətkarları da yad etmiş olacaq.
Təşəkkür edirik musiqiçilərimizə. İntizar əsəri mahnısı səsləndi və Səid Rüstəmov yaradıcılığından biz bugün danışırıqsa, əlbəttə ki, onun əsərləri də mütləq ki, səsə gəlməli idi. Sənəti səsi verilişinə yeni qoşulanları salamlayırıq, Dalğa FM-dəsiz və bugün biz Səid Rüstəmov yaradıcılığına toxunmuşuq, danışacağıq və musiqiçilərimizi də bir daha salamlayıram və maraqlı bir duet, trio təşkil etmişsiniz bugün. Amma həm də bildiyimə görə elə siz duet olaraq da tar kamança çıxış edirsiniz. Birgə bir duet yaratmışsınız və əslində bunun da bir ənənəsi var. Bir ənənəyə söykənir bu. Çünki sizin müəllimləriniz, bizim gözəl ustadlarımız, sənətkarlarımız, xalq artisti Elçin Əşimov, əməkdar artist Elnur Əhmədovun tələbələri, siz hər biriniz ayrı-ayrılıqda bu ənənəni ustadlarınızın yolunu davam etdirirsiniz. Çünki onlar bizim tar ifaçılıq sənətində, kaman ifaçılıq sənətində yeni bir səhifə açdılar öz duetləri ilə. Efir vasitəsilə ustadlarımızı salamlayırıq və onlara təşəkkür edirik ki, çox gözəl bir təşəbbüs irəli sürmüşdülər illər əvvəl. Düzdür, onlardan sonra daha bir neçə musiqiçilər bu dueti yaradı və bugün də onların tələbələri də bu dueti yaradıblar. Uzun zamandır mı artıq duet şəklində də, həm də trio şəklində ifa edirsiniz? Bəli, uzun zamandır. Təkcə yəni biz bir yerdə həm belə deyək, xanəndələrlə bir yerdə, həm özümüz solo, inşallah indi bu gün də Səid Rüstəmovun belə deyək də işığına yığışmışıq. İnansız o qədər tədbirlər, belə deyək, məclisləri olur. Gedirik orada, elə bir də görürsən gəlib istəyirlər. Deyirlər Səid Rüstəmovdan məsələn intizar. Bayaq da ifa edəndə təkcə intizar yox, biz intizarın arasında getmə gəl də ifa elədik. Bəli, o da hiss olundu. Bəli, o da çox məşhur mahnılarından biri idi. Ümumiyyətlə Səid Rüstəmovun mahnılarından bir papuri əlbəttə hazırlamaq mümkündür və bunu ara sıra bu cür musiqiçilər də lentə alırlar. Məncə siz də lentə alın. Bir duet şəklində, trio şəklində instrumental kompozisiyalar, necə ki ustadlarınız, müəllimləriniz, bizim xalq rəqslərimizi, elə bəstəkar mahnılarımızı, elə Səid Rüstəmov mahnılarını da bir lent yazısında bir papuri şəklində də. Çünki hər zaman bu cür əsərlərə, bu cür ifalara ehtiyac var sözsüz ki. Və bugün biz tar ifaçılıq sənətindən danışırıqsa, elə bizim gözəl sənətkarımız hazırda telefon bağlantısındadır və mən qeyd etmək istəyirəm ki, elə Səid Rüstəmovun sonuncu tələbələrindən olub bizim gözəl sənətkarımız. Taril müəllim, hər vaxtınız xeyir, necəsiz? Hər vaxtınız xeyir olsun. Bəli, necəsiz? Çox sağ olun, minnətdarım. Biz sizinlə... Çox sağ olun ki, bu bəstəkar haqqında verdiş hazırlamışsınız. Bəli. Biz sizinlə dəfələrlə əslində görüşmüşük. Biz müxtəlif mövzular ətrafında, Danılca ansamblında, tarixçilik sənətində. Bugün həm də bir maraqlı mövzumuz Səid Rüstəmovun xatirə günüdür. Bugün bizim elə yeri gəlmişkən musiqiçilər də studiyamızda canlı onların əsərlərini də səsləndiririk. Amma istərdik Tariyel müəllim, sizin də fikrinizi alaq, sizin də xatirələrinizi, sizin bilirik ki, Səid Rüstəmov tarifaçılıq sənətində də çox böyük bir rolu, əməyi və təsiri olub. Hoşdur. Var olub. Səid Rüstəmov çox görkəmli Azərbaycan bəstəkarlarından birincisi idi yəni. Bəli. Səid müəllim bir çox görkəmli tələbələri var. O Hacıxanlı bəstəkli bəstəkarım Hacıxanlı Səid müəllim tələbəsi olub. Asalim Abdullayev, Tezot ustadımız, bəli. Səid müəllim tələbəsi olub. Asızlardan musiqi texnikası direktoru Əvvətçi Xazı, Qafil Nazım Şazımov dərsə tələbəsi olub. O sayısı haqqında böyük bir monoqrafiya buraxıb, kitab buraxıb. Səid müəllim çox bir ciddi adamıdır. Onun dərsində mən deyərdim ki, milçə üstaydı səsi yarardı. O dərəcədə, bəli, dəqiq. O qədər, bəli, siz adamın işi, artıq hər şey olmazdı. Onun dərsində artıq sual vermək olmazdı. Sənə çox şeydən sonra, çünki bir dəfə mən onun Oxtar əsərini verdi mənə çalmağa. Mən onu hazırladım, elədim, gəldim, öz düşündüyüm kimi. Dərsdə çox uzun istəyən ödəli bir şey, olar mən nə istəyirsə bunu ifa edeyim, siz öz iradlarını sonra bu axırda mənə deyəsiniz. Çünki mən fikrim dağılmasın. Dedi olar bu olar, çal. Mən çaldım, ifa elədim, qutardım, Səid müəllim başını stola belə dayanmışdı, qulağı açırdı. Çağırdı, başını aldı.
Dedi bala, sen bahar etmenden de çok hissələmsən. Halal olsun. Ay, bəli. Bir tane artık ki, mecbun burası böyle, biz verəməmişəm. Dedi artık, benden de artık hissələmsən bahar. Bəli, bəli. Ya sen Haqqını vermisiniz, əsərin haqqını vermisiniz. Bəstəkar üçün də bundan gözəl bir xoşbəxtlik ola bilməz ki, həm tələbələri, həm onun sənət əsərləri bu cür layiqincə yüksək səviyyədə ifa olunsun, təbliğ olunsun və əlbəttə ki... Muxtar əsəri YouTube'da var. Aha, YouTube'da var. Bu asıl YouTube'a koyun. Bəli. Təşəkkür edirik Tariyel müəllim. Siz ümumiyyətlə həm solo ifaçılığınızla, eyni zamanda Dan Ulduzu instrumental ansamblında ifaçılığınızla, bir tar ifaçılığında böyük əməyiniz, böyük rolunuz var və bugün də əlinizdən gələni bilirik ki, əsirgəmirsiniz. Çox təşəkkür edirik. Minnətdarıq sizə Tariyel müəllim. Çox sağ ol. Allah səhərlərdə qanı rəhmət eləsin. Amin, amin. Çox sağ olun. Çox sağ ol. Təşəkkür edirik. Çox sağ olun. Bəli, tarzənimiz var olun. Böyük tarzənimiz Tariyel Abbasova deyil, geri gəlmişkən onu da qeyd edik ki, Səid Rüstəmovun son tələbələrindən biri olmuşdu və Azərbaycan Dövlət Konservatoriyasının eyni zamanda müəllimi və Dan Ulduzu ansamblının tarzəni olub, uzun illər Azərbaycan tar ifaçılıq sənətini dünyada təbliğ edib və elə Azərbaycan Respublikası Prezidentinin də fərdi təqaüdçüsü də var olasınız Tariyel müəllim. Bağlantılarımız da davam edəcək. Səid Rüstəmov yaradıcılığından danışacağıq və bugünkü qonaqlarımız arasında Səxavət bəy, həmçinin də elə bizim digər sənətkarımız, məhz elə Səxavət Məmmədovun qardaşı oğludur. Bunu da xüsusən vurğulamaq lazımdır. Bu nəsildən nəslə ötürülən bir adı da, soyadı da, adı da daşıyırsınız. Bu da böyük bir şərəfdir, bu da böyük bir missiyadır. Elə bizim də verilişimizin qonağı olmuş Səxavət Məmmədovun qardaşı Əliyar müəllimin oğlusunuz. Bəli, bəli. Əliyar müəllim də gözəl xanəndə, gözəl Məmmədovlar soyadının, Qarabağ bu muğam məktəbinin və Səxavət Məmmədov ailəsinin böyük nümayəndəsi kimi, digər qardaşları kimi bu yolu davam etdirirlər və siz də elə tar ifaçılığı seçdiniz. Necə oldu ki, sırf tara meyləndiniz? Mən uşaqlıqda səsim var idi mənim də. Bizdə yəni hamıda səs vardı. Qarabağ deyəndə elə belə kimi danışsan hamısı səs olur. Amma dedik ki, bizdə də oxuyanlar çox oldu. Həm də sonradan səsim dəyişdi. Mutasiya dövrü oldu. Bəli, bəli. Səsim dəyişəndə dedik ki, bu oxuyanlara yəqin bir müşahidə etmək lazımdır da. Mütləq. Keçdim elə tara, həm də uşaqdan həvəsim var idi açığı tara. Elə Əfrəsiyyət Bədəlbəyli adına mən 11 illik 23 nömrə 11 illik musiqi məktəbini qurtarmışam. Orada dəfələrlə elə yeri gəlmişkən həm də Səid Rüstəmovun çoxlu beynəlxalq müsabiqələr keçirilirdi. Bizi oradan göndərirdilər. Elə atam apardı, qoydu ora, elə keçdim tara. Çox da indi Bəli. Və bugün də sevilirsiniz əslində ki, çox böyük bir musiqi alətinin belə deyək daşıyıcısı. Çünki tar ifaçılıq sənəti, tar bütün musiqi alətlərinin şahı hesab olunur və ailədə bir çox xanədələr var. Onları müşahidə edəcək bir tarzən də olmalıdır. Sözsüz ki, bugün siz də İncəsənət Universitetində təhsilinizi davam etdirirsiniz. Bəli, mən də İncəsənət Universitetinin birinci kurs tələbəsiyəm. Elə mikrofona danışın. Mən də hal-hazırda İncəsənət Universitetinin birinci kurs tələbəsiyəm. Efir vasitəsilə də elə bizim universitetimizin rektoru, bizim əzizimiz Ceyran xanım Mahmudovanı salamlayıram. Salamlayıram. Elə mənim də ustadlarım var orada. Elə onlar da salamlamaq istəyirəm. Salamlayırıq. Bayaq da salam göndərdi. Siz də Asəf Zeynallıda təhsil alırsınız. Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin 2-ci kurs tələbəsiyəm. Mən də bizim Asəf Zeynallı qalıb adı. O vaxtdan dəyişdirdilər. Prosto bizim yaddaşımıza Asəf Zeynallı kimi qalıb. Rektorumuz Nazim Mənim Kazımovu salamlayıram buradan. Bəli. Nazim müəllimi biz də efir vasitəsilə salamlayırıq. Allah ona can sağlığı versin. Bəli, bugün Səid Rüstəmov yaradıcılığı haqqında bir çox xatirələr səslənir. Bir çox onun yaradıcılığına maraqlı, vacib olan məqamları danışdıq və bugün əslində həm də Səid Rüstəmov yaradıcılığında bugün tədrisdə onun yaratdığı o tar məktəbi dərsliyi, kitabı bugün də öz aktuallığını itirmir. Yəqin ki, elə Səxavət bəy siz də tədrisdə həmin o dərsliklərdən, kitablardan
imkanlardan faydalanmısınız. Çox, bəli. Təkcə mən yox, deyərdim ki, bütün təhsil alanlar, tara 2-2 başlayanlar hamısı Səyid Rüstəmovun xüsusilə olan o etüd bizdə məşğələlər deyirlər də. Bəli, bəli. Texniki imkanlarımızı artırmaq üçün, yəni biz çox geniş onlardan istifadə eləmişik. Demək olar ki, bir neçə dənə sırf texniki etüdləri var. Onların demək olar imtahanlarda, biz sessiya imtahanları deyirik də, orada, ondan qabaq elə musiqi məktəblərində, yəni bu dönəmlərdə təhsil almısansa, onların hamısının bu tar ifaçıları hamısı bir-bir ifa eləyirlər. Bəli. Bu yolda bütün ifaçılara uğurlar arzulayırıq. Çünki bu cür tədrisdə dərs vəsaitlərindən, bu cür kitablardan, Dahi Üzeyir bəydən tutmuş, yəni o musiqinin əsasları kitabından başlayaraq bu gün düşünürəm ki, hər bir ifaçının da masaüstü kitabı olmalıdır. Səyid Rüstəmov musiqisi də indi canlı olaraq da bizim musiqiçilərimizin ifasında səslənəcək. Daha bir əsər olacaq. Bəli. Hansı əsər olacaq? Bizim deyərdim ki, çox yəni dinləyicilərimizin bildiyi, çox Həkim qız. Həkim qız çox məşhur bir mahnı Güləğa Məmmədovun da ifasında zamanında daha bir çox sənətkarlarımızın ifalarında sevilmişdi həmin mahnı. İndi isə instrumental versiyada tar kamança və nağaranın müşayiəti ilə gəlin eşidək Səyid Rüstəmovun musiqisinə yer verək yenidən proqramımızda. Buyurun, söz sizdədir.
Təşəkkür edirik. Çox sağ olun. Çox möhtəşəm bir ifa, canlı ifa. Səsləndiyi gözəl musiqiçilərimizin ifasında Səid Rüstəmovun musiqisinə bir daha müraciət etdik canlı ifada. Səsləndi və bir bağlantımız var. Elə sizi bayaqdan elə telefondan belə deyək də tayın o tərəfindən, telefonun o tayından və elə Qarabağ Universitetinə, Xankəndidən bizə efirə qoşulan Qarabağ Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aybəniz Növrəsli hazırda telefon bağlantısındadır. Hər vaxtınız xeyir olsun Aybəniz xanım. Hər vaxtınız xeyir olsun. Şad oldum sizi eşitməyə. Biz də sizi musiqinin ab havasında da bəli. hamımıza Qarabağ elindən böyük salamlarımızı çatdırırıq. Ay aleyküm salam. Nə gözəl. Təşəkkür edirik. Əslində buradan da bizim çoxlu salamlarımızı biz elə istəyərdik yetirəsiz bütün oradakı heyətinizə, bütün musiqiçilərimizə və bugün elə bir gözəl bəstəkarın işığına toplaşmışıq ki, onun inanırıq ki, ruhu da şaddır və insanların, dinləyicilərin də könlü, qəlbi şaddır. Səid Rüstəmov yaradıcılığı xatirə günüdür və onun qiymətləndirərək, əlbəttə onu dəyərləndirərək yaradıcılığını bir çox məqamlara istərdik bir musiqişünas kimi sizin fikirlərinizi alaq, melodiyalarının, onun o xalq musiqisinə əsaslanaraq yazdığı əsərlərin hər zaman bunu qeyd edirlər. Eyni zamanda o sadəliyini də hər zaman, axıcılığını da qeyd edirlər, amma daha çoxunu sizdən eşitmək istərdik. Buyurun Aybəniz. Bir daha təşəkkür edirəm, çox sağ olun. Hər zaman diqqətlisiniz, klassik musiqi ilə, professional peşəkar musiqi ilə bağlı daim sizin efirlərinizdən gözəl fikirlər eşidirik. Çox sağ olun. Musiqi səslənməsinə görə də dəyərli musiqiçilərə təşəkkürümü bildirirəm. Necə Səid Rüstəmov haqqında danışanda o milli kimlik anlayışı ki var, o milli kimlik anlayışını Azərbaycanda qoruyan nadir bəstəkarlardan da deyə bilərəm. Çünki hər bir bəstəkarın özünün bəlli bir şaxələri olur və Səid Rüstəmov yaradıcılığına baxanda da burada həm klassik, həm də milli musiqi istiqaməti bağlarını görmüş oluruq. Elə tar aləti səslənmişkən onun tar məktəbi haqqında yazmış olduğu o kitabı ki var, ifaçılıq sənətinin ən ümdə kitablarından başlanğıc dövründə tələbələr üçün çox vacib olan tədris vəsaitlərindəndir ki, elə biz Qarabağ Universitetində də o kitaba istinad edirik. Bundan savayı Səid müəllimin Üzeyir bəydən götürdüyü o başlanğıc, o özür ki var idi, həm müəllim olaraq, həm eyni zamanda bir metr ustad olaraq təbii ki, o özünü sonraki yaradıcılıq dövründə açıq-aşkar göstərmiş oldu. Bu milli bağlılığı da birbaşa oradan irəli gəlirdi. Və az deyil, 40 il müddətində Xalq Çağı Alətləri Orkestrini idarə etmək və həmin o əsərlərin interpretasiyasını orkestr üçün işləmək həm Avropa musiqisinin Azərbaycan deməli ifaçıları tərəfindən təbliğ etmək idi, həm də Azərbaycan musiqisinin dünyaya inteqrasiyasının bir yolu idi. Biz hansısa bəstəkardan danışarkən onun bəlli bir yollarını müəyyənləşdiririk. Məsələn, kimisə haqqında simfoniya, kimisə haqqında balet və yaxud da opera yaradıcılığından danışırıq. Səid Rüstəmov haqqında danışanda da onun həm səhnə janrları, həm mahnı janrına, eyni zamanda tar aləti, milli alətlər üçün işləmələr və xüsusən həmin Xalq Çağı alətləri üçün yazmış olduğu əsərləri biz qeyd edirik. Və bilirsiniz, bir istiqamətdə hansısa bir işi görmək əslində o qədər də çətin olmur. Amma işin çox şaxəlliyi həqiqətən də həmin o insanın özünün o yaradıcı keyfiyyətinin yüksəkliyindən xəbər verir ki, biz bunu təbii ki, Səid Rüstəmova aid edə bilirik. Və onun istər mahnı janrı olsun, o kiçik həcmli bir janrdır, istər simfonik janrı olsun. Əsl peşəkar bəstəkar eyni dərəcədə həm emosional, həm də yaradıcı o emosiyalarını, yaradıcı o bağlılığını həmin o əsərə köçürmüş olur. Demək istəyərdim ki, hər bir mahnı janrında yazmış olduğu əsər belə Səid Rüstəmova simfoniya bərabərdir. Çünki bu müasir dövrdə bəzi hansısa uyğun olmayan janr təsnifatını dinləməli oluruq məcbur şəkildə. Amma Səid Rüstəmova yazmış olduğu o mahnılar həqiqətən də etalon və nümunədir. Hər birimizin can atdığı, hər birimizin üst tutduğu bir janr nümunəsidir ki, bütün o keyfiyyətləri özündə cəmləşdirir. Musiqi dilinin sadəliyindən danışırsınız. Sadəlik əslində ən böyük gözəlliyidir. Çünki mürəkkəb dildən çox şey demək olar və mürəkkəbliyin içində də batmaq olar. Amma sadəlik dürüstlükdür və işıq deməkdir. O işığın içərisində parlamaq heç də hər kəsə qismət olmur. Çox gözəl bir məqama toxundunuz, bəli. Elə Səid Rüstəmovun adından, sənətinə yaraşan bir ifadə idi və bəli, onun da elə musiqisi elə ilk notlarından onunla hiss olunur ki, o bizə o doğmalığı, o milli əsaslara, milli xalq musiqimiz əsasları ilə əsaslanaraq bu yaratdığı əsərləri bizə bəxş etmişdi. Çox təşəkkür edirik Aybəniz xanım belə təhlil etdiyiniz üçün, maraqlı düşüncələriniz, fikirləriniz
fikirləriniz üçün. Bilirik ki, ümumiyyətlə bəstəkarın yalcığı siz musiqişünasların elmi tədqiqat işləridir. Onları hər zaman araşdırırsınız, yeni-yeni fikirlər, yeni-yeni işlər təqdim edirsiniz. Təşəkkür edirik bir daha, var olasınız. Mən təşəkkür edirəm. Uğurlu işlər arzulayıram. Fikirlərimi dinlədiyim üçün ayrıca minnətdarlıq. Minnətdaram, təşəkkürlər. Çox sağ olun. Aybəniz Növrəsli, musiqişünas və Xankəndidən Qarabağ Universitetindən bizə qoşuldu. Bəli, biz artıq yavaş-yavaş yekunlaşdırırıq, amma Səid Rüstəmov elə böyük bir əlbəttə ki, yaradıcılıqdır ki, elə bir böyük bir bəstəkardır. Onun sənətindən, tarifaçılıq məktəbinə verdiyi töhfələrdən, operettadan, iri həcmli əsərlər, simfonik musiqisi, opera musiqisi, o qədər böyük işlər görüb və elə zamanında xalq çalğı alətləri ansamblında da uzun illər rəhbərlik edib, Dövlət Rəqs ansamblı, eyni zamanda onun adına bugün musiqi məktəbi də fəaliyyət göstərir və əlbəttə ki, Səid Rüstəmovun mahnı yaradıcılığı da bugün də sənətkarlar tərəfindən ifa olunur, yaşadılır və zəngin və çox cəhətli bir xalq musiqisi, xalq musiqisinə əsaslanaraq o yeni əsərlər yaratmışdır və bugün də o əsərlər elə Dalğa FM radiosunda, Sənətin Səsində bugün də canlı olaraq dinlədiniz. Dostlar, bizim deməli qonaqlarımızın təqdimatında və bir daha mən təşəkkür edirəm bugünkü musiqiçilərimizə. Tarda Səxavət Məmmədov, kamançada Mahir Quliyev və nağarada Loğman Məmmədov çıxış etdilər. Amma sonda bir anons edəcəyik. Çox qısa olaraq elə muğam sevərlər, sənət sevərlər, xalq musiqi alətləri sevərlər. Elə bugünkü qonaqlarımızın, musiqiçilərimizin bir gözəl bir çıxışı olacaq Beynəlxalq Muğam Mərkəzində. Mən istərdim elə bu haqda anons edək və dərhal keçid alaq sonuncu əsərə bugün üçün Səid Rüstəmov musiqisinə. Buyurun. Deməli, ayın 17-si Beynəlxalq Muğam Mərkəzində xalq çalğı alətləri, sırf instrumentallar ifasların bir gözəl konserti olacaq. Biletlərimiz yəni ki, iTicket-də, şəhərin kassalarındadır. Yəni bütün hər kəs musiqi sevərləri, xalq musiqi elə orada Səid Rüstəmovun da yəni repertuarı olacaq. Yəni hamını dəvətlidir. İnşallah hamını orada gözləyirik. Fürsətdən istifadə edib Beynəlxalq Muğam Mərkəzinin direktoru bizim əzizimiz, əməkdar artist Sahib Paşazadəni salamlayırıq. Salamlayırıq. Çox sağ olsun ki, belə bir layihə yaradıb biz gənclər üçün. Bu da bizim üçün bir fürsətdir. Biz orada hər ay özümüzü tamaşaçılar qarşısında sınayırıq, belə deyək. Çox sağ olun. Minnətdaram. Dəvətinizə görə, hər şeyə görə. Sağ olun. Təşəkkür edirik. Təşəkkür edirəm. Çox sağ olun. Yeri gəlmişkən biz tarifaçılıqdan danışırıq da bugün də elə Sahib müəllim, Sahib Paşazadə də bugün həm də tarifaçılıq sənətinin layiqli davamçılarından və xarici ölkələrdə təmsilçilərindən biridir. Bütünlüklə hər kəsə uğurlar arzu edirik. Sizə də uğurlar arzu edirik və son olaraq hansı əsər olacaq, hansı ifa olacaq? Elə bu ifa ilə də yekunlaşdırırıq. Mən sizinlə sağollaşıram, sözü verirəm musiqiyə. Buyurun, hansı əsər olacaq? Bizdə kompozisiyadır. İnşallah muğamnamə kompozisiyasından qısa bir fraqment ifa edəcəyik. İnşallah minnətdaram.